Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, Gömrük Biznes Forumunda hər birinizi salamlayır, xoş gəlmisiniz deyirik. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gömrük sistemi ardıcıl və dərin transformasiya mərhələsindən keçmişdir. Bu transformasiya gömrük sistemini müasir iqtisadi idarə etmə institutu statusuna yüksəldir. İndi gömrük sistemi rəqəmsal innovasiyalar üzərində qurulur, iqtisadi fəallığı artırır, ticarət axınlarını sürətləndirir və ölkəmizin regional logistika qovşağı kimi mövqeyini gücləndirir. Dövlət rəhbəri tərəfindən müəyyən edilən iqtisadi, siyasi kurs, qəbul edilmiş qanunlar əsasında formalaşmış gömrük inkişaf modelinə uyğun olaraq rəqəmsal transformasiya, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, risklərin idarə olunması, sərhəd keçid prosedurlarının daha da sürətləndirilməsi kimi tədbirlər gömrük tənzimləməsini optimallaşdırır və biznes mühitinin inkişafı üçün yeni imkanlar yaradır. Rəsmiləşmə prosesində vahid yanaşmanın tətbiq olunması məqsədi ilə sənəd emalı intellektual sistemi və rəqəmsal gömrük dəyəri sistemləri yaradılmışdır. Gömrük biznes əməkdaşlığı təqdimatı bu sahədə son illər ərzində həyata keçirilən strateji yanaşma və transformasiya prosesləri barəsində məlumatları özündə əks etdirir. Rəqəmsal alətlərdən 2 yeni xidmət, konsultasiya və gömrük biznes anketi bugündən etibarən sahibkarların istifadəsinə verilir.